Salam hörmətli şagirdlər, biz bu gün natural ədədlər mövzusundan danışacağıq. Gəlin ilk öncə öyrənək görək natural ədədlər nədir? Natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Natural ədədlər böyük N hərfi ilə işarə olunur və birdən başlayaraq sonsuzluğa qədər davam edir. Yəni natural ədədlər sonsuz saydadır. Sıfır isə natural ədədlərə daxil deyil. Çünki biz natural ədədlərin qaydasını deyəndə nə dedik? Dedik ki, sayma zamanı istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Biz isə bilirik ki, sayma zamanı biz sıfırdan başlayıb saymırıq da. Düzdürmü? Deməli, biz birdən başlayıb sayırıq. Və deməli, natural ədədlərdə tək ədədlər və cüt ədədlər anlayışından gəlin biz danışaq. Tək ədədlər nədir? Tək ədədlər qeyd edirsiniz ki, deməli, sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər nədir? Tək ədədlərdir. Məsəl üçün, onda deyirsən ki, müəllim, belə çıxır ki, 251 ədədi necə ədəddir? Tək ədəddir. Məsəl üçün, 267 ədədi, 773 ədədi və s. bu kimi ədədlər biz deməli göstərə bilərik tək ədədlərə. Və tək ədədlər ümumi şəkildə 2n+1 şəklində ifadə olunur. Gəlin baxaq, indi bizim qarşımıza nə cür burada misallar çıxa bilər? Bax, bu ümumi şəklə aid. Belə bir sual çıxar. Tutaq ki, bizə deyir ki, 3 ardıcıl, tək ədədin cəmi, 3 ardıcıl, tək ədədin cəmi, deməli, nədir? Biz götürək, tutaq ki, 98-dir. 3 ardıcıl tək ədədin cəmi 98-dir. Bizə deyir ki, bu ədədlərdən ən kiçiyini tapın. Bu ədədlərdən ən kiçiyini tapın. Biz nə edərik? Bax, bizə deyir ki, burada bu ədədlərdən ən kiçiyini tapın. Aha, baxırıq. Biz dedik ki, tək ədədləri ümumi şəkildə necə ifadə edirik? 2n+1 şəklində, düzdür? Və biz bilirik ki, hər bir tək ədəd özündən əvvəlki tək ədəddən 2 vahid böyükdür. Məsəl üçün, gəlin biz tək ədədləri yazaq, ardıcıl tək ədədlər. 3, 5, 7, 9, 11. Fikir verirsiniz, burada hər bir tək ədəd özündən əvvəlkindən 2 vahid böyükdür. Onda biz də, bu bizə deyir ki, burada 3 ardıcıl tək ədədin cəmi nədir? 98-də. Biz də bunlardan ən kiçiyini 2n+1 götürək. Onda növbəti tək ədədim mən artıq buradan başa düşürəm ki, 2n+3 olacaq. Yəni 2n+1-dən 2 vahid böyük. Növbəti tək ədədim isə neçə olur? 2n+5 olur. Və bizə nə deyir burada? Deyir ki, bizə bu tək ədədlərin cəmi 98 yazanda alınır, yox. 99-dur deyir. 99-dur. Aha, bizdən bu ədədlərdən ən kiçiyini istəyir. Gəlin baxaq, bizə nə deyir? Burada deyir ki, bu tək ədədlərin cəmi 99-dur, düzdür. Biz də cəmiyə bərabər eləyək 99-a. Burada nə olur? 6n üstəgəl 9 bərabərdir nəyə? 99-a. 6n buradan bərabər olur 90-a. N də bərabər olur neçəyə? 15-ə. Aha, n bərabər olur neçəyə? 15-ə. Bizdən də bu ədədlərdən ən kiçiyini istəyir də. Yəni nəyə? 2n+1-i. Düzdür. Gətirib n-i neçə tapdıq? 15 tapdıq. Gətirib yerinə yazsaq, 2 vuraq 15 üstəgəl 1. Bu da bizə neçəni verir? 31-i verir. Vəssalam. Deməli, bu da bizim misalın həllidir. İndi keçik biz nəyə? Cüt ədədlərə. Sizdən soruşulanda ki, cüt ədədlər nədir? Deyirsən ki, deməli, cüt ədədlər soruşulanda nə deyirsən? Deməli, deyirsən ki, sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər nədir? Cüt ədədlərdir. Onda deyirsən ki, məsəl üçün mənim 1252. Bu necə ədəddir? Cüt ədəddir. Çünki sonu 2 ilə bitir. Sonra 778 ədədi. Bu da nədir? Cüt ədəddir. 770 və s. Bax, bu tipli istənilən sayda biz deməli cüt ədəd deyə bilərik. Və cüt ədədlərdə həmişə yadınızda saxlayırsınız ki, ümumi şəkli 2n şəklində olur. 2n şəklində olur. Gəlin, indi bizim qarşımıza burada bu cüt ədədlərə aid nə cür misal çıxa bilər? Belə bir sual çıxarıb, deməli, deyir ki, indi 3 ardıcıl, deməli,
cüt ədədin cəmi deməli neçə olsun? Deyir ki 96-dır. 96-dır. Bizə nə deyir burada? Deyir ki bu ədədlərdən yenə bizdən ən kiçiyini istəyir və yaxud da bu ədədlərdən bu dəfə ən böyüyünü gəlin tapaq. Ədədlərdən ən böyüyünü deyir ki tapın. Ən böyüyünü deməli tapın deyir bizə. Aha, gəlin baxaq. Bax, bizə nə deyir burada? Deyir ki, 3 ardıcıl cüt ədədin cəmi 96-dır. Bu ədədlərdən ən böyüyünü istəyir. Biz dedik ki, cüt ədədlərin ümumi şəkli 2n şəklindədir, düzdür? Və bundan sonraki, və biz onu bilirik ki, cüt ədədlər, ardıcıl cüt ədədlər, hər biri özündən əvvəlkindən neçə vahid böyükdür? 2 vahid böyükdür, düzdür? Onda növbəti cüt ədədim deməli nə olur? 2n plus 2 olur. Növbəti cüt ədədim isə 2n plus 4 olur. Bu bizə nə deyir? Və bizə deyir ki, burada bu cüt ədədlərin cəmi nədir? Cəmi 96-dır. Onda biz bunları cəmləsək, 2n, 2n, 2n neçə edir? 6n, 2 ilə də 4-ün cəmi edir 6. Bərabərdir 96-ya. Buradan 6n bərabər olur 90-a. N də bərabər olur neçə? 15-ə. Bizdən ən böyüyünü istəyir. Düzdür? 2n plus 4 istəyir. Gətirib yazsaq, 2-ni vuruq 15-ə, üstünə də 4 gəlir. Bu da bizə nəyə verir? 34-dür. Vəssalam. Bax, bu da bizim misalın həlli. İndi gəlin biz nədən danışaraq? Natural ədədlərin mərtəbə qiymətləri üzrə ayrılışından. Bizə bu tipli misallardan testlərdə bu qaydaya əsasən, belə deyək də, testlərdə nə cür sual düşə bilər? Bax, gəlin biz ilk öncə, bax, bu AB ədədi, AB 2 rəqəmli ədədi, bax, bu xət onu bildirir ki, yəni burada AB 2 rəqəmli ədəd olduğunu bildirir. Sonra ABC, bax, üstü xət bunu bildirir ki, bu 3 rəqəmli ədəddir. Gəlin biz bunların mərtəbə qiymətləri üzrə ayrılışından danışaq. Sonra bunlara aid bəzi misallara baxarıq. Deməli, bax, bunun açılışı necə olur? Biz bilirik ki, biz həmişə, deməli, sağdan sola doğru oxuyuruq da. Bax, bu burada nədir? B. B burada təklikdir, A isə burada nədir? Onluqdur. A-ya nə deyə müraciət elədik? Onluq kimi, düzdür? Onda nə yazırıq? Yazırıq ki, 10-a üstə gəlib 5 şəklində. Bəs bu ABC 3 rəqəmli ədədin açılışı necə olur? Deməli, təklik, onluq, yüzlük. A-ya yüzlük deyə müraciət elədim deyən, ona görə nə yazıram? 100A, 100A, üstə gələk 10B, üstə gələk nə? C şəklində olur. Bax, bunun da mərtəbə qiymətləri üzrə açılışı bu şəkildədir. İndi, bax, biz buradan nəyə baxırıq? Biz buradan buna aid bəzi misallara baxırıq. Tutaq ki, bizə belə bir sual verib. A1 üstü xərcləri bərabərdir nəyə? 5A üstə gələk 4B. Olarsa, deyir, olarsa bizdən nə istəyir? Bizdən A vuraq B-ni istəyir. Düzdür? A vuraq B-ni istəyir. Sən deyirsən ki, müəllim, mən bu tipli misallar görəndə ilk öncə sol tərəfdən açılışı yazarıq. Bu AB üstü xəttinin açılışı necə olur? Təklik, onluq. Ona görə A-ya onluq dedim deyən 10A üstə gəl 5 şəklində olur. Bərabərdir nəyə? 5A üstə gəl 4B-yə. Biz buradan A, deməli, 5A-nı 10A-nın yanına keçirsək, B-ni isə 4B-nin yanına keçirsək, burada nə olur? Yazırıq 10A çıxaq nə? 5A bərabərdir 4B çıxaq B yazırıq. Buradan 10A-dan 5A çıxanda biz bilirik ki, nə qalır? 5A qalır. 4B-dən 1B çıxanda isə qalır 3B. İndi burada A-nın qarşısında neçə yazılıb? 3 yazılıb. A-mız 3-dür. B-nin qarşısında neçə yazılıb? 5 yazılıb. B-miz isə neçədir? 5-dir. Və bizdən nə istəyir? A vuraq B-ni istəyir. Düzdür, 3-ü 5-ə vuraraq, bu da bizə neçəni verir? 15-i. Vəssalam, bu da bizim misalın həlli oldu. Deməli, cavab neçəymiş? 15 imiş. İndi keçirik biz buradan nəyə? Biz buradan indi bölünmə əlamətlərindən danışaq. Bölünmə əlamətlərindən ilk öncə gəlin biz sıfıra bölünmədən danışaq. Yadınızda saxlayırsınız ki, sıfıra bölmə əməli yoxdur, yəni mənası yoxdur. Belə deyək də, məsəl üçün 5 kitabdır, mən deyirəm ki, bunu 0 nəfər arasında böl. Deyirsən ki, müəllim, burada 0 nəfər yoxdur, yəni mənası yoxdur da bu bölmənin. Sonra istənilən ədəd biz bilirik ki, 1-ə tam bölünür. 2-yə bölünmədən danışaq indi gəlin biz. 2-yə bölünmə, deməli biz bilirik ki, bütün cüt ədədlər 2-yə tam bölünür. Bütün cüt ədədlər 2-yə tam bölünür. İndi gəlin keçək 3-ə bölünmədən danışaq. 3-ə bölünmə nədir? 3-ə bölünmə odur ki, əgər ədədin rəqəmləri cəmi
3-ə bölünürsə, onda həmin ədəd özü də 3-ə tam bölünür. Gəlin biz indi belə bir ədədə baxaq. Məsəl üçün, 1236 ədəd. Bizə belə bir testdə sual verirdilər. Deyirlər ki, 1236 ədədi, deməli bu 3-ə bölünür yoxsa yox? Deyirsən ki, o saat qayda yadına düşür. Deyirsən ki, burada mən rəqəmləri cəmləyərəm. Yəni 1, 2, 3, 6-nı cəmləyərəm. Aldığım cəm əgər 3-ə bölünürsə, onda ədədin özü də 3-ə bölünür. Bax, biz burada cəmləyəndə neçə alınır burada? 12. 12 də 3-ə bölünür də 4 düşür. Onda deməli 1236-nın özü də 3-ə tam bölünür. Keçdi, indi biz burada nədən danışaq? Deməli, biz burada 4-ə bölünmədən danışaq. 4-ə bölünmə nədir? 4-ə bölünmə həmişə yadımızda saxlayaq ki, əgər ədədin sonunda 2 dənə 0 varsa, 2 dənə 0 varsa, onda həmin ədəd deməli 4-ə tam bölünür. Məsəl üçün, onda deyirsən mənim 200. Sonda nədir? 2 dənə 0 var da, düzdür. Onda deməli bu ədədimiz 4-ə nə olur? Tam bölünür. Məsəl üçün, başqa bir ədəd 1600. Sonda 2 dənə 0 var, deməli onda bu 4-ə bölünür. 4-ə bölünmənin başqa bir qaydası da var. Hansı qaydadır o? Deməli, əgər ədədin son 2 rəqəmi yaratdığı ədəd 4-ə bölünürsə, bu zaman həmin ədədin özü də deməli 4-ə tam bölünür. Məsəl üçün, gəlin belə bir misala baxaq. 2460 ədədi verildi bizə. Deyir ki, bu ədəd 4-ə bölünür yoxsa yox. Bax, biz bunu necə müəyyənləşdiririk? Qaydada mən indicə nə dedim? Dedim ki, əgər ədədin son 2 rəqəmi yaratdığı ədəd 4-ə bölünürsə, bu zaman ədədin özü də 4-ə tam bölünür. Gəlin baxaq, ədədin son 2 rəqəmi yaratdığı ədəd nədir? 60. 60 4-ə bölünürmü? Bölünür. Neçə düşür? 15. Onda deməli, 2460-ın özü də 4-ə tam bölünür. İndi gəlin keçib biz 5-ə bölünmədən danışaq. 5-ə bölünmə də sadədir. Sonu həmişə yadımızda saxlayaq ki, 0 və 5 ilə bitən ədədlər, sonu 0 və 5 ilə bitən ədədlər 5-ə tam bölünür. Məsəl üçün, elə adi bax bu yazdığımız ədəd 2460, sonu 0-la bitir də. Deməli, onda bu nədir? 5-ə tam bölünür. Məsəl üçün, 575, sonu 5 ilə bitir, deməli, onda 5-ə tam bölünür və s. Bu tipli istənilən sayda biz ədəd deyə bilərik. İndi keçək biz nədən danışaq? 6-ya bölünmədən danışaq. 6-ya bölünmə nədir? 6-ya bölünmənin qaydası bu şəkildədir ki, həm 2-yə, həm 3-ə bölünən ədədlər 6-ya daha tam bölünür. Deməli, həm 2-yə, həm 3-ə bölünən ədədlər 6-ya da tam bölünür. Yəni, ikisinə də bölünürsə, onda bu ədəd deməli 6-ya bölünür. Yox, birinə bölünür, birinə bölünmürsə, onda deməli bu ədəd 6-ya tam bölünmür. Məsəl üçün, 120 ədəd. Baxıram ki, bu cüt ədəddir, düzdürmü? Hə, cüt ədəddirsə deyirsən, müəllim, onda bu deməli 2-yə bölünür də. Düzdür? 3-ə də bölünürmü? Deyirsən ki, bəli, müəllim, 3-ə də bölünür. Çünki bunun rəqəmlər cəmi 3 edir, 3 də 3-ə bölünür. Mən indi biraz sadə ədəd götürmüşəm, amma yəni testlərdə biraz çox rəqəmli ədədlərdən verilir sizə. Deməli, bu baxıram ki, həm 2-yə bölünür, həm 3-ə. Onda deməli bu ədəd 6-ya da nədir? Bölünür. 7-yə bölünməyə aid, belə deyək də, sizə sual düşəsi deyil. İndi keçək 8-ə bölünmədən danışaq. 8-ə bölünmə nədir? Deməli, yadımızda saxlayırıq ki, bir 4-ə bölünmədə nə dedik biz? Dedik ki, son 2 rəqəmi 0 olan ədədlər, deməli, son 2 rəqəmi 0 olan ədədlər 4-ə tam bölünür. İndi 8-ə bölünmədə də yadımda saxla ki, əgər ədədin son 3 rəqəmi 0-dırsa, bu zaman həmin ədəd 8-ə tam bölünür. Məsəl üçün, 1000. 1000 baxırsan, son 3 rəqəmlərdə 0-dır. Onda deyirsən ki, bu ədədin 8-ə tam bölünür. Nə bilim, 5000 və s. Bu tipli istənilən sayda ədəd deyə bilərik. 10.000 və s. İndi bu 8-ə bölünmənin başqa bir qaydası da var. Başqa bir qaydası necədir? Əgər 4-ə bölünmədə nə dedik? Dedik, son 2 rəqəmi yaratdığı ədəd 4-ə bölünürsə, bu zaman ədədin özü də 4-ə bölünür. İndi burada da belədir. Əgər ədədin son 3 rəqəmi yaratdığı ədəd 8-ə bölünürsə, bu zaman ədədin özü də 8-ə tam bölünür. Gəlin baxaq. 1800 məsəl üçün. 1800-də 800 baxıram ki, 8-ə bölünür. Onda deməli 1800-ün özü də 8-ə tam bölünür. Sonra, məsəl üçün 1200, son 3 rəqəm nəyi verir bizə? 200. 200 də 8-ə bölünür də 25 düşür. Onda deməli 1200-ün özü də deməli
Burada nədir? 8-ə tam bölünür. İndi gəlin biz nədən danışaq? İndi isə biz 9-a bölünmədən danışaq. 9-a bölünmə qaydası necədir? Gəlin biz onunla tanış olaq. 9-a bölünmə qaydası odur ki, əgər ədədin rəqəmlərinin cəmi deməli 9-a bölünürsə, bu zaman ədədin özü də 9-a bölünür. Məsəl üçün, bizə belə bir ədəd verilir. Necə olsun? Baxın, belə bir ədəddir. 1260. Deyir ki, bu 9-a bölünürmü, yoxsa yox? Sən nə edirsən burada? Rəqəmlərini cəmləyirsən. Burada rəqəmləri cəmləyəndə bizə nəyi verir? Deməli, 9-u verir. 9 da 9-a bölünür də, düzdürmü? Onda deməli, 1260-ın özü də 9-a nədir? Tam bölünür. Hə, indi keçək biz nədən danışaq? 10-a bölünmə. 10-a bölünmə isə həmişə yadımızda saxlayaq ki, sonu sıfırla bitən istənilən ədəd 10-a tam bölünür. Məsəl üçün, yazdım 1260, 120, 130 və s. Sonra keçək indi biz buradan nədən danışaq? İndi isə biz 11-ə bölünmə qaydasına var, amma ehtiyac deyil. Yəni bu sual 11-ə bölünmə qaydasına aid sual siz görməyəsiniz. İndi gəlin biz nədən danışaq? Biz 12-yə bölünmədən danışaq. 12-yə bölünmə nədir? 12-yə bölünmə yadımızda saxlayaq ki, həm 3-ə, həm 4-ə bölünən ədədlər 12-yə tam bölünür. Deməli, həm 3-ə, həm 4-ə bölünən ədədlər 12-yə tam bölünür. Deyirsən mənim, buna aid bir nümunə deyə görək, biz baxaq bunu öyrənək də, tam başa düşək. Məsəl üçün, gəlin baxaq neçəyə? Gəlin baxaq 252. Aha, 252. Baxıram ki, bu ədəd həm deməli 3-ə bölünür. Nəyə görə? Çünki rəqəmlər cəmi 9 edir, rəqəmlər cəmi neçə edir? 9. Və 9 da 3-ə bölünür də, düzdürmü? Aha, bu rəqəmlər cəmi 9 edir, 9 da 3-ə bölünürsə, onda ədədin özü də deməli 3-ə bölünür. 4-ə də bölünürmü? Deyirsən, bəli müəllim. Çünki son iki rəqəm yaratdığı ədəd 52-dir. 52 də nədir? 4-ə bölünür də, 13 düşür. Onda deməli 252-nin özü də 4-ə bölünür. Onda bu deməli həm 3-ə, həm 4-ə bölündüyü üçün deməli onda bu 12-yə də bölünür. İndi keçək 15-ə bölünmədən danışaq. 15-ə bölünmədə yadınızda saxlayırsınız ki, həmişə 3-ə, həm 5-ə bölünən ədədlər deməli 15-ə də tam bölünür. Deməli, həm 3-ə, həm 5-ə bölünən ədədlər 15-ə tam bölünür. Gəlin baxaq, elə 180 ədədindən biz baxaq, sadə ədədlərə baxaq da belə deyək. Çox rəqəmli ədədlərə baxmayaq, böyük ədədlərə baxmayaq. 180 baxıram ki, bu həm 3-ə bölünür, çünki rəqəmlər cəmi 9 edir. 9 da nədir? 3-ə bölünür. Həm də bu 5-ə bölünür də, sonu sıfırla bitir. Ona görə bu 15-ə də bölünür. İndi keçək biz nədən danışaq? 18-ə bölünmədən danışaq. 18-ə bölünmə nədir? Gəlin biz ilk öncə onu öyrənək. 18-ə bölünmə deməli, yadınızda saxlayırsınız ki, həm 2-yə, həm 9-a bölünən ədədlər 18-ə də tam bölünür. Deməli, həm 2-yə, həm 9-a bölünən ədədlər 18-ə nədir? Tam bölünür. Gəlin baxaq. Məsəl üçün, elə 180-in özü və yaxud da 360. Baxın, bu 360 necə ədəddir? Cüt ədəddir. Onda bu deməli nədir? 2-yə tam bölünür. 9-a da bölünürmü? Deyirsən, bəli, mənim bölünür. Çünki rəqəmlər cəmi 9-a bölünür. Aha, bu deməli, bu həm 2-yə, həm 9-a bölündüyü üçün, 2-yə və 9-a bölündüyü üçün, onda deməli bu 360 da, 180 də, hər biri nədir? 18-ə tam bölünür. İndi gəlin biz nədən danışaq? Deyirsən, ay müəllim, bu dediniz də qaydanı, 18-ə bölünmə qaydasını dediniz ki, həm 2-yə, həm 9-a bölünən ədədlər 18-ə bölünür. Buradan sən belə fikirləşirsən ki, 2 vuraq 9-um 18 eləyir deyən, müəllim yəqin qaydada ona görə deyib də, 2 vuraq 9-um 18 eləyir deyən, dedim ki, həm 2-yə, həm 9-a bölünən ədədlər 18-ə tam bölünür, düzdür? Deyirsən, axı, ay müəllim, 3-ü də 6-ya vuranda 18 eləyir. Niyə qaydanı bu şəkildə demirik? Mən məsəl üçün qayda kitablarına baxmışam. Orada ancaq 2 və 9-dan söhbət gedir də. Deyir ki, həm 2-yə, həm 9-a bölünən ədədlər nədir? 18-ə tam bölünür. Axı, 3-ü də 6-ya vuranda 18 eləyir. Niyə 3 və 6-nı götürməyək ki, biz? Niyə deməyək ki, həm 3-ə, həm 6-ya bölünən ədədlər deməli 18-ə tam bölünür. Niyə bunu belə deyə bilmərik? Bax, çünki biz ona görə deyə bilmərik ki, 3-lə 6-nı.
Bax burada həmişə o dediyimiz rəqəmlər, məsələn 12-nin bölünməsində nə dedim? Həm 3-ə, həm 4-ə bölünən ədədlərdə, düzdür? Yadımızda saxlayaq ki, burada dediyimiz o ədədlər bir-biri ilə qarşılıqlı sadə olmalıdır. Qarşılıqlı sadə ədədlər bəs deyirsən nədir? Gəlin bilin, indi biz ona da baxaq. Qarşılıqlı sadə ədədlər odur ki, qarşılıqlı sadə ədədlər ortaq böləni yalnız 1 olan ədədlər qarşılıqlı sadə ədədlərdir. Bax, burada 2 ilə 9-un bölənlərinə gəl baxaq. 2-nin bölənləri 1 ilə 2-dir, 9-un bölənləri 1-dir, 3-dür, 9-dur. Bax, fikir versən, bunların ortaq böləni bizə dənə nədir? 1-dir. Ondan bu 2 ilə 9 bir-biri ilə nədir? Qarşılıqlı sadədir. Ona görə biz 2 ilə 9-u deyə bilərik. Amma biz 3 ilə 6-nı niyə deyə bilmirik? Çünki 3 ilə 6 bir-biri ilə qarşılıqlı sadə deyil. Bax, 3-ün bölənləri neçədir? 1 ilə 3-dür. 6-nın bölənləri 1-dir, 2-dir, 3-dür, 6-dır. Fikir versən, bax, bunların ortaq bölənləri 1 var. Amma başqa da ortaq bölənləri var axı. Ona görə biz bunu deyə bilmərik. Yəni, mən belə deyək də, burada arzu istəyimlə deyir ki, mən bu gün 3-6-nı deyirəm. Belə bir şey yoxdur. İndi deyirsən, ay mənim, onda mən istənilən bir ədədin bölünmə qaydasını özümdən düzəldə bilərəm. Məsələn, 24. Gəlin 24-ün bölünmə qaydasını özümüzdən düzəldək. 24 hansı ədədlərin hasilidir? 2 ilə 12-nin, 3 ilə 8-in, 4 ilə 6-nın. Baxıram ki, burada bir-biri ilə qarşılıqlı sadə olan cütlük ancaq 3 və 8-dir, düzdür. Onda deməli, deyirsən ki, həm 3-ə, həm 8-ə bölünən ədədlər deməli 24-ə tam bölünür. Həm 3-ə, həm 8-ə bölünən ədədlər 24-ə tam bölünür. İndi biz bu qaydanı da başa düşəndən sonra keçirik, indi biz nədən danışırıq? 25-ə bölünür. 25-ə bölünmə qaydası nədir? Yadımızda saxlayaq ki, sonu 0, 0, 25, 50, 75 ilə bitən ədədlər 25-ə tam bölünür. Məsələn, bizə belə bir ədəd verir. 7, 3, 2, sonda da bir 50 verir. Bax, bu ədəd 25-ə bölünür yoxsa yox desəz, bölünür yoxsa yox, sən onda deyirsən ki, bəli, bu ədəd bölünür, çünki bunun sonu 50 ilə bitir. Ona görə bu ədəd deməli 25-ə tam bölünür. İndi gəlin biz nədən danışaq? Qarşılıqlı sadə ədədlərdən ətraflı məlumat verəcəm. İndi gəlin biz sadə ədədlərdən danışaq. Sadə ədədlər nədir? Sadə ədədlər həmişə yadımızda saxlayaq ki, birə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Deməli, birə və özünə bölünən ədədlərə nə deyilir? Sadə ədədlər. Və yadımızda saxlayaq ki, ən kiçik sadə ədədimiz neçədir? 2-dir və özü də 2 yeganə, belə deyək də, cüt ədədlərdən yeganə cüt ədəddir ki, sadə ədəd. Qalan bütün cüt ədədlərin mürəkkəb ədədləridir. 2-dir, 3-dür, 5-dir, nə bilim 11-dir, 17-dir və s. Bu kimi sadə ədədlər biz deyə bilərik. Sonra keçdik biz buradan nəyə? Mürəkkəb ədədlərə. Mürəkkəb ədədlər nədir? Mürəkkəb ədədlər deməli 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Deməli 2-dən çox böləni olan ədədlər mürəkkəb ədədlərdir. İndi deyirsən mənim bunlara aid də misallara baxaq, nümunələrə baxaq. Məsələn 4-dür, 6-dır, 8-dir, nə bilim 9-dur, 12-dir. Bax bu ədədlərimiz və s. bu tipli deyə bilərik də istənilən sayda. Bu ədədlər nədir? Deməli mürəkkəb ədədlərdir. Çünki bunların bölənləri çoxdur, 2-dən çoxdur. Məsələn, adicə 4-ün bölənləri hansıdır? 1-dir, 2-dir, 4-dür. Görsən 3 dənə böləni var. 6-nın bölənləri 1-dir, 2-dir, 3-dür, 6-dır və s. Və həmişə yadımızda saxlayaq ki, bir nə sadədir, nə mürəkkəb. Aha, bir nə sadədir, nə də mürəkkəb. Bax, biz bunları öyrənəndən sonra mən belə bir sual verirəm. Bax, mən belə bir sual verirəm. Məsələn, bizdə tutaq ki, belə bir sual ünvanlayırlar. Belə bir ədədlər sırasıdır. 4-dür, 6-dır, 7-dir, 1-dir, sonra deməli 9-dur, sonra 14-dür və bir də 17-dir. Belə bir sıra veriblər. Bax, belə bir ədədlər sırası veriblər. Və bizə sual necə verirlər? Deyirlər ki, bu ədədlər sırasından sadə olmayanları seçin. Bax, bu ədədlər sırasından sadə olmayanları seçin. Bax, şagirdlər nə ağarır? Sadə olmayan deyir. Tez götürür biri 4, biri 6, biri 9, bir də 14-ü budur. Mənim baxır variantı hansı variantdadırsa onu qararlayır. Amma burada bir şeyi unudurlar. Nəyi? Mən sana demirəm, sırf mənə mürəkkəbləri deyim. Mən sənə deyirəm ki,
Mənə sadə olmayanları ver, de. Sadə olmayanları yazmısan. Amma burada bir şeyə diqqət eləməmisən. Sən burada biri götürməmisən. Bir də belə deyək də, bir axı biz dedik nə sadədir, nə mürəkkəb. Mən sənə deyirəm ki, mənə sadə olmayanları de. Sadə olmayanları de və orada biz deməli biri də götürürük. Aha. Deməli onda bizdə doğru cavab, sualın cavabı 4, 6, 1, 9, 14 olur. Çünki bir də sadə olmayan ədəd. Bəs yaxşı deyirsən, ay müəllim, onda belə çıxır ki, mürəkkəb olmayan desə, yenə biri götürür. Deyirəm, bəli, mürəkkəb olmayan desə, onda da nə bu sıradan 7-ni, 1-i və 17-ni götürürük. Vəssalam, yenə bir bu sıradadır, bu götürdüyümüz cavabın içindədir. İndi keçirik biz buradan nəyə? Qarşılıqlı sadə ədədlərə. Qarşılıqlı sadə ədədlər haqqında bir məlumat verdim ki, qarşılıqlı sadə ədədlər ortaq böləni yalnız 1 olan ədədlərdir. Bəs indi burada bəzi qaydalar da var. Hansı ədədlər qarşılıqlı sadə olur? Gəlin biz onlarla da tanış olaq. Həmişə yadımızda saxlayaq ki, ardıcıl ədədlər həmişə qarşılıqlı sadədir. Məsəl üçün, deyirsən ay müəllim, onda 15 ilə 16 necə ədədlərdir bunlar? Qarşılıqlı sadə, ardıcıl ədədlərdir. Onda bunlar deməli necə ədədlərdir? Qarşılıqlı sadə ədədlərdir. Sonra məsəl üçün 23, 24, nə bilim, deyirsən müəllim 51, 52 və s. bu tipli istənilən ardıcıl ədəd götürüb deyə bilərik. Sonra başqa bir qayda da var burada. Yadımızda saxlayaq ki, ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsəl üçün, bax, 5 ilə 7 ardıcıl tək ədəddə, düzdürmü? Bunlar da qarşılıqlı sadə ədəddir. Bax, 5-in bölənləri hansıdır? 1 ilə 5-dir və 7-in bölənləri hansıdır? 1 ilə 7-dir. Bunların fikir versən, ortaq böləni nədir bizcə dənə? 1-dir. Onda bunlar deməli nədir? Qarşılıqlı sadə ədədlərdir. İndi biz baxırıq nəyə? Biz baxırıq, bunun başqa qaydası da var. Yadımızda saxlayaq ki, istənilən ədəd bir ilə nədir? Qarşılıqlı sadədir. Nə bilim, 1 ilə 50, 1 ilə 47, 1 ilə 38, 1 ilə 24 və s. istənilən sayda belə bir ədəd deyə bilərik. Sonra keçirik indi biz buradan nəyə? Bu qarşılıqlı sadə ədədlərin bir qaydası da var idi. Yadımızda saxlayaq ki, sadə ədədlərin özləri də qarşılıqlı sadə ədədlər yaradırlar. Məsəl üçün, bax, sadə ədəd 5 ilə 13. Bunlar da nədir? Qarşılıqlı sadə ədədlər. Ortaq böləni nədir? Bizcə dənə 1-dir. Nə bilim, 17, 29, 17, 37 və s. bu tipli istənilən sadə ədəd deyə bilərik. İndi gəlin keçib biz ədədin sadə qruplara ayrılışından danışaq. Gəlin biz nədən? Bax, 120 ədədini gəlin biz sadə qruplara ayıraq. Bax, bəzən nə edirlər? Bu belə deyək də, baxırıq biz burada nəyə? 120 ən kiçik sadə ədəd neçədir? 2-dir. 2-yə bölünürmü? Bölünür. Bax, məsəl üçün, tutaq ki, 120-nin 2-yə bölünməyi yadımdan çıxıb da. 120 bilirəm ki, 5 sadə ədəddə, düzdür, 5-ə bölünürmü? Bölünür. Onda götürüb, hökm deyil ki, yəni sən birinci 2-dən başlamalısan. Hansı sadə ədədə bölündüyü yadına düşürsə, elə başla ondan bölə-bölə getginə. 120 5-ə böləndə neçə düşür? 24. 24 2-yə, 12, 12 2-yə, deməli, neçə? 6, 6 2-yə, 3, 3 də 3-ə, nədir? 1-dir. Aha. İndi bizdə bu, bax, belə bir ədəd tutaq ki, veriblər. Bax, burada bizdən nəyə soruşa bilərlər? 1. Soruşa bilərlər 120-nin neçə dənə sadə vurğu var. Sadə vurğu deyəndə həmişə, bax, burada yazdığımız bu, deməli, 5-dir, 2-lərdir və 3-lərdir. Bunların sayını, deməli, tapmalıyıq. Orada da baxıram ki, 5 dənə bizim 120-nin neçə sadə vurğu var? 5 dənə sadə vurğu var. Onda, deməli, 120-nin neçə sadə vurğu var? 5 sadə vurğu. Deməli, 5 dənə sadə qrup var. Sonra bizdən nə soruşa bilərlər? 120-nin neçə müxtəlif sadə vurğu var? Müxtəlif deyəndə baxıram, burada neçə dənə müxtəlif vurğu var? Biri 5-dir, biri 2-dir, biri də 3-dür. Onda 3 müxtəlif sadə vurğu var. Deməli, 3 müxtəlif sadə vurğu var. Bəs yaxşı, soruşa bilərlər nə? Neçə sadə böləni var? Həmişə yadımızda saxlayaq ki, sadə bölən sayı ilə müxtəlif sadə vurğu sayı eynidir. Bax, neçə dənə müxtəlif sadə vurğu var? 3 dənə. Onda 3 dənə də nə var? Sadə böləni var. Bax, 3 dənə də sadə böləni var. Aha.
Sonra bizdən nə soruşa bilərlər? Soruşa bilərlər ki, 120-nin neçə natural böləni var? Bizdən bunu da soruşa bilərlər. 120-nin natural bölən sayını necə tapırıq? Baxın, ümumiyyətlə natural bölən sayını tapanda burada baxıram 2-dən 5-dən neçə dənədir? 1 dənədir. Onda yazıram 1 üstəgəl 1 vuraq. 2-dən neçə dənədir? Baxırsan ki, 3 dənə 2 var. Onda yazırsan nə? 3 üstəgəl 1. Bəs 3-dən neçə dənədir? 1 dənədir. Yazıram ki, onda 1 üstəgəl 1. Bu da bizə nəyə verir? 2 vuraq 4 vuraq 2. Bu da eləyir neçə? 16. Deməli, 120-nin neçə dənə natural böləni var deyəndə 16 götürəsiniz. Bəs buradan başqa nə verə bilərlər? Tam bölən sayını soruşa bilərlər. Tam bölən sayı həmişə yadınızda saxlayın ki, natural bölən sayının 2 mislidir. Yəni, tam bölən sayı 2 vuraq böyüyünə bərabərdir. Yəni, natural bölən sayı neçə idi? 16 idi. 2-ni vururam 16-ya, bu da eləyir neçə? 32. Sonra bizdən başqa buradan başqa heç nə deməli soruşmurlar və salam. Əsas bunlardır yəni. Aha, keçirik indi biz nəyə? İndi gəlin biz ən böyük ortaq bölən və ən kiçik ortaq bölünlərindən danışaq. Ən böyük ortaq bölən deyəndə biz əbob ağlımıza gəlir. Yəni ki, o belə deyək də, ən böyük ortaq bölən sözündə baş hərflərin deməli bunu yaradır. Əbob. Məsəl üçün, bizə veribdi 20 ilə 24-ün deyir əbobunu tap. İlk öncə sən nə edərsən? Bax, buradan 20-ni də, 24-ü də sadə qruplara ayırırıq. 20 2-yə 10, 12-yə 5, 5 də 5-ə 1. Sonra 24 2-yə 12, 2-yə 6, 2-yə 3, 3 də 3-ə 1. Hə, indi biz buradan nəyə baxırıq? Baxın, burada neçə dənə, 20-nin sadə qruplarında neçə dənə 2 var? 2 dənə 2, bəs burada 3 dənə. Onda biz həmişə yadında saxla ki, əbob tapanda ortaq sadə vuruğun ən az saydasını götürüb hasilini tapmalıyıq. Bax, burada 2 dənə 2 var, burada 3 dənə 2 var. Ona görə biz 2 dənə 2-ni götürəcəyik. Bax, burada 5 var 20-nin sadə vuruğunda, amma 24-də yox deyən 5-i götürə bilmərik. 24-də 3 var, digərində yox deyən 3-ü də götürə bilmərik. Elə 2 vuraq 2 neçə eləyir? 4 eləyir. Sonra, indi gəlin biz əkobdan danışaq. Əbob yəni ən böyük ortaq bölən deməkdir. Yəni verilən ədədlərə ən böyük ortaq böləni tapasınız. Əkob nədir? Əkob isə ən kiçik ortaq bölünən deməkdir. Məsəl üçün, elə həmin ədədlər olsun 20 ilə 24. Bizə deyir ki, bunların əkobunu tap. Burada biz nə edə bilərik? Burada başqa yollar da var. Hələ ki, mən sadə vuruqlara ayrılışından yazıram, izah edirəm. Deməli, 20-ni də biz sadə vuruqlara ayırırıq. 22-yə 10, 12-yə 5, 5 də 5-ə 1. Sonra 24 də sadə vuruqlara ayırırıq. 24 2-yə 12, 2-yə 6, 2-yə 3, 3 də 3-ə 1. Bax, bu ədədlərdən ən böyük hansıdır? Deyirsən mənim 24-də. Burada nə var ki? 24-ü götürürük, baxırıq. 20-nin sadə vuruqlarından hansı çatmırsa 24-də, onları əlavə edirik. Bax, burada 2 dənə 2 var, burada 3 dənə 2 var. Hələ 24-də artıq deyən, ona görə 2 əlavə edə bilmərik. Burada baxıram ki, 5 var, amma 24-ün sadə vuruqlarında 5 yoxdur. Ona görə bir dənə 5-ci əlavə edirik. O deyilir neçə? 120. Aha, bir də yadımızda saxlayaq ki, həmişə qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu isə həmin ədədlərin hasilinə bərabərdir. Və bir də belə bir qaydamız da var. Yadımızda saxlayaq ki, həmişə deməli ardıcıl cüt ədədlərin həmişə yadında saxla ki, əbobu 2-yə bərabərdir. Əkobu isə onların hasilinin yarısına bərabərdir. Məsəl üçün, sənə belə bir ədəd verib 50 ilə 52. Düzdür? Bunların deyir əbobunu tap. Sən heç fikirləşmədən elə götür 2-ni cəz. Bəs yaxşı deyirsən, mənim əkobdan necə edirik? Əkobda isə həmin ədədlərin hasilinin biz nəyini tapırıq? Yarısını. Yəni 50 vuraq 52, bölək neçə olur? 2 olur. Sonra biz gəlin burada əbob əkobun bəzi düsturları var. Onları da qeyd edirik. Nədir o düsturlar? Deməli, bax, belə bir düsturumuz var. Yadımızda saxlayaq ki, 2 eyni ədədin əbobu ilə əkobunun hasili, yəni əbob AB vuraq əkob AB, elə nəyə bərabərdir? Elə A vuraq B-yə bərabərdir. Sonra burada nə var? Bax, əbob kvadratı AB. Bu nəyə bərabərdir? Bu isə A vuraq B bölək C-yə bərabərdir. C isə burada ortaq olmayan sadə vuruqların hasilidir. Yəni C, belə deyək də, verilmiş ədədlərin ortaq olmayan qrupların hasilidir, sadə vuruqların hasili. C-ni isə necə tapırıq?
C-nin də belə bir düsturu var. Deməli, Əkob AB bölək nədir? Əbob AB-dir. Bax, bu şəkildə belə bir düsturumuz var. Sonra keçirik biz buradan nəyə? Bax, Əkob AB-nin belə bir düsturu da var. Əkob AB bərabərdir nəyə? Bərabərdir. Deməli, kök altda A vuraq B vuraq C-yə. Və salam. Bu da bunun düsturlarıdır. İndi burada başqa bizim nəyimiz qaldı? Və bu məktubda məncə başqa heç bir şey qalmadı. Biz bilirik ki, qarşılıqlı sadə ədədlərin də əbobu 1, əkobu isə onların hasilinə bərabərdir. İndi gəlin biz burada qalıqlı bölmə anlayışından danışaq. Qalıqlı bölmə nədir? Qalıqlı bölmə, bax, A ədədi əgər B ədədinə tam bölünmürsə, burada onda nə yaranır? Qalıq. Tutaq ki, A ədədini B ədədinə bölmüşəm. Natamam qismət, deməli 2-dür. Qalıq da nədir? E-dir. Həmişə yadımızda saxlayaq ki, qalıq böləndən nə olmalıdır? Kiçik olmalıdır. E, yəni B-dən nə olmalıdır? Kiçik olmalıdır. Və biz bilirik ki, burada məhsul bölünməni tapanda, yəni A-nı tapanda, böləni natamam qismətə vurub, üzərinə də qalığı gəlir. Yəni qalıq böləndən kiçik olmalıdır. Bu o deməkdir ki, məsəl üçün, bölən 5-dirsə, qalıq maksimum 4 olur bilər. İndi bizim qarşımıza nə cür testlərdə sual çıxır? Bax, belə bir sual verir. Deyir ki, bölən 5 olarsa, alına bilən qalıqların cəmini tap. Sən deyirsən ki, ay müəllim, burada nə var ki? Bundan da asan sual da nə olmalıdır? Bölən 5 deyir də, nə edirəm? Bölən 5-dirsə, hansı qalıqlar alına bilər? 1, 2, 3, 4. Çünki qalıq həmişə böləndən kiçik olmalıdır axı, düzdür? Onda biz nə edəcəyik? 1, 2, 3, 4-ü cəmləyirik. Bu da bizə nəyi verir? 10. Yaxşı deyirsən, ay müəllim. Görün, burada desəydik ki, bölən 50-dir. Onda alına bilən qalıqların cəmini istəsəydi, onda necə tapardım? Onda belə tapardım. Bax, bunun üçün də bizim düsturumuz var. Bölən n olarsa, alına bilən qalıqların cəmini n vuraq n-1 bölək 2 ilə tapırıq. İndi bölən 50-dir də, düzdür. Gətirib n-in yerinə nə yazırıq? 50. 50 vuraq, 50-dən 1 çıxanda 49 bölək 2. Adicə böləni neçə demişdim? 5. Alına bilən qalıqların cəmini neçə tapdım? 10 tapdım da. İndi bu düstura əsasən 5 vuraq, 5, 4, 5-dən 1 çıxanda 4 qalır, bölək 2, o da bizə nəyi verir? 10-u verir. Və salam, deməli düsturumuz doğrudur. İndi gəlin biz burada nədən də danışaq başqa? Bir də Euler düsturundan danışaq. Euler düsturu nədir? Euler düsturu, məsəl üçün, bizə belə bir A ədədi veribdir. A ədədi verib. Deyir ki, bu A ədədindən kiçik, A ədədi ilə qarşılıqlı sadə ədədlərin sayını tapın. Bu nə edir? İlk öncə A ədədini sadə vuruqlara ayırırıq. Tutaq ki, bunu da sadə vuruqlara ayrılışır. Belədir. A üstü M, vuraq B üstü M, vuraq C üstü K şəklindədir. Və burada necədir? Düstur belədir. A ədədini vururuq, birdən çıxırıq. Bax, buradakı sadə vuruğumuz necədir? A-dır. A-nın tərsini, yəni A-da 1 vururuq, birdən çıxırıq. Deməli, B-nin tərsini, yəni B-də 1-i. Bir də vururuq, birdən çıxırıq nəyə? C-nin tərsi, yəni C-də 1-i. Və salam, bu da A ədədindən kiçik, A ədədi ilə qarşılıqlı sadə ədədlərin sayının tapılması düsturudur. Belə, burada natural ədədlər mövzusunun izahı idi. İnanıram ki, bu izah sizin üçün faydalı olacaq. Bilmədiyiniz qaydaları öyrənəsiniz. Və salam, bu qədər. Sağ olun.